Sən reklam qazi qaplarını alırsan, var edəsən. Borcumuzdur. Qazilərin çəkilişinə başlamışıq, inşallah gələcək. Ancaq bir söz də işlədim Sakit əmi ilə bu çəkiliş vasitəsindən. 2020-ci ildə şəhid qazi veteran ailələrində kütlə bir Azərbaycan xalqı əldə bayraq gedirdi. Xahiş edirəm həminki xalqımdan ki, bugün o şəhidlərin, o qazilərin, o veteranların haqqı ödənilməzdir. Nəinki 2020, ta əsrdən əsrə qədər də şəhid ailələri unudulmamalıdır, qazilər unudulmamalıdır. Bugün biz istəklə, həvəslə, sevə-sevə bax bu kişilərin qapılarını ziyarət etməliyik. Bugün ana bacılarımız rahatdırsa, Ruslan və Ruslanın simasında qəhrəman şəhidlərə, qazilərə, veteranlara borcluyuq. Allah cəm şəhidlərimiz rəhmət etsin. Ruslanı böyüdən ata istərdim bax elə övladının belə deyək, şəkilləri önündə bir şərməlisin. Buyur. Ruslanın haqqında mən çox şey danışaram, ona vaxt çatmaz. Ruslan elə mən üçün tək yox, kəndin cəmaatı üçün də hələ bu uşaqlıqdan çox can fəşənlik eləyib bu. Zəhmətkeş olub, məndən traktorda işləyib. 4-cü, 5-ci sinifdə onun boyu çatmırdı heç əslində. Yəni o elə anadan doğulanı tankist olmuşdu. Texnikanı sürürdü. Hə, elə tank həvəskarı idi, həqiqətən, texnika həvəskarı. Mən onu elə texnika üçün elə bir bəsləmişdim, həqiqətən, tankist olmaq üçün. Danışdıqdan kitab yaratım olur. Hə, yəni onun haqqında, onun işlədə bilmədiyi texnika yox idi. Yəni, hansı texnika otururdu, ona elə bir doğma gəlir. Yəni, qorxmadan, çəkinmədən. Bir var, tərif üçün buna deyəsən. Reallıq budur. Real var. Həqiqəti real. Kəndin boyundan soruşdu. Həqiqəti real. 4-cü sinifdən sefli traktor sürübsən. Düzdür. O Hələ zaman onu çox mən zəhmət deməyim etmiş necə artıq şeydi. Amma Özü də çox qanacaqlı, qabiliyyətli bir uşaq uşaq olub. olub. Yəni böyüklə böyük olub, kiçiklə kiçik. Mən olan şey edirəm. Gör hansı deyək də necə böyüyüb ki, ata danışanda atadan öncə kənd sakinləri dərhal Ruslan haqqında məlumat verir. Çünki bəli, Ruslanın haqqında tək sakit kişi axıra qədər danışsaydı, deyərdi ki, şişirdilmiş bir formada. Ancaq bu günləri Ruslanın haqqında atası danışmağı ağzından qutarmamış kənd sakinləri və onun ətrafında olanlar dərhal Ruslan sözünün nöqtəsi qoyulmamış və davam edirlər ki, Ruslan bu cür igid olub. Var olasan ata, sən həqiqətən heç düz deyirsən, danışsan da qurtarmaz. Ancaq bugün sizlərin övladları Azərbaycan xalqı torpaqlar üzərində gəzirsə, torpaqlar altında yatan Ruslan və Ruslanın simasında Bütün Azərbaycanın qəhrəmanlara borcluyuq. Bax, Ruslanın qardaşı buradadır. Eldos istərdik ki, özə bu gün də vətən keşiyində duran oğuldu. İstərdik ki, elə qəhrəman qardaşımız da bir iş şərməlisin. Buyur, qardaş. Çox sağ olun, var olun. Gələn ayaqlarınız var olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərə can sağlığı. Veteranlarımıza can sağlığı. Allah ordumuzu qorusun. Allah bizim millətə, dövlətə belə pis gün göstərməsin. Amin inşallah. Çox sağ olun, var olun. Siz də çəkilsiz işıqlandınız. Borcumuzdur. Hər birinizin canı sağ eləsin. Borcumuz. Ayaqlarınız var olsun. Sağ olun. Var o. Balaca Ruslanımızdır bu. Bax, maşallah. Bayla Ruslan kimi görsən, hələ balacalıqdan igidliyin hiss elətdirir. Əlbəttə, indi inşallah əmsinin yolun gedər, əmsinin canlı qəhrəmanlığın edər. Var olsun. Və qazimiz, sənin də qarşında hər zaman baş əyir. Çünki bugün qazilər bədəninin müəyyən hissəsindən keçdilər. Gecəni səhərə qədər sızıltı ilə atsalar da təki vətən sağ olsun deyən qazilərdə. Qarşınızda baş əyirəm. Veteranlarımıza Allah can sağlığı versin. Allah Azərbaycanımızda bu gün üçrəkli bayraq altında torpaqlarımızı qoruyan, isti soyuq bilmədən, səngərdə şərəfsiz erməniləri torpağa buraxmayan Azərbaycan ordusu. Allah Azərbaycan ordusu qorusun. Sakit əmi, bir daha qarşında baş əyirəm. Sənin simonda bütün şəhid atalar. Allah var eləsin. Yaxşı ki, varsınız, işıqlandırırsınız şəhidləri. Borcumuzdur. Qaziləri. Borcum. Çox. Elə bir sən də anadan doğulanda, elə bir ki, bu şəhidləri işıqlandırmaq üçün doğulubsan, bir jurnalist kimi deyək. Savadımız olmasa da kimi deyək, savabkar kimi deyək. var ol. Yəni, hər yerdə sənin ünvanına çox müsbət sözlər eşidirəm həqiqətən. Var olasın. Var olasın. Səni də bizə çox görməsin. Var olasın. Yəni, bu cür
deməmiş, eləməmiş, dəvətsiz gəlib, Bu cür elə bir ki, elə hamı, Vəziyyət çəkir. elə bir sən hamı bütün şəhidlərin qardaşıymışsan sən. Borcumuzdur. Tək mən yox, hamı onu eləməlidir. Çünki bax varı, dövləti, villası, hər bir şey olan onu fikirləşməli idi ki, Ruslan və Ruslanın simasında şəhidlər, qazilər, veteranlar olmasaydı, onlar erməni tapdaqda altında Vallahi sən qalacaq. gəlib işıqlandırma, şimdi kimsə də gözləmir ki, kimsə gəlib bu mövludu işıqlandırar. Borcumuzdur, borcumuzdur. Var olasınız. Allah sizlərə səbr versin, qazilərimizə Allah can sağlığı versin. Biz sizlərlə fəxr edib qürur hiss keçirdirik. Nə qədər ömrümüz varsa bizim ziyarətgahımız şəhid evləri olacaq. Gəldiyimiz ocaqlar şəhid evləri, qazilər, veteranlar və hərbçilər olmalıdır. Çünki bu insanlar müqəddəs insandır. Allah sizləri var eləsin. Qarşıda baş əyir. Təşəkkür. Dediyim kimi hal-hazırda bugün qəhrəman şəhidimiz Ruslan İbadlı Sakit oğlunun mövlüdü mübarək olsun. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah razı olsun.